Deməli, gözlənildiyi kimi də oldu. Pirallahıdakı 231 saylı məktəbin direktoru Lamiyə İlhamsoy vəzifəsindən azad edildi. Artıq biraz öncə rəsmi açıqlama verdi. Amma problem ümumilikdə həllini tapdımı? Təhsil sistemimizdəki rüşvət, korrupsiya yığışdırıldımı? Xeyr. Bəs yaxşı, bu təhsil sistemimizin uğurudumu? Xeyr. Bunu jurnalistlər ictimailəşdirməsəydi, yenə də o məsələ olduğu kimi qalacaqdı. Və buradan belə qənaətə gəlmək olar ki, deməli ki, çoxlu məktəblərdə belə problemlər var. Sadəcə gedib pedaqoji heyətlə, şagirdlərlə görüşüb, ondan sonra nə bilim danışıqlar, söhbətlər aparıb, bax belə negativ halları ortaya çıxarmaq olar. Bu əgər Pirallahıdakı məktəbdə hələ belə şeylər baş verirsə, qeyd edirəm, başqa bölgələrdə, şəhərin mərkəz məktəblərində daha negativ halların olduğu istisna deyil. Amma təhsil sistemimizə rəhbərlik edən şəxslərin o şəxslərə, o direktorlara belə deyək də cəsarəti, gücü çatırmı, çatmırmı? Bu bir ayrı söhbətin mövzusudur. Bir də bir məsələni deyim, bu halda onda tam ədalətli olar ki, bütün bu problemlərin ən az bir 30-40% həll edilsin. Tanınmış aktyor Rıza Rızayev, Drakon kimi tanıdığınız Dolu filmindən, onun yaxşı bir fikri var. Deyir, əgər bir hadisəni 10 nəfər törədirsə, fərqli insanlar, onun 3-ü cəzalanır, 7-si cəzalanmırsa, o zaman o cəzalanan 3 nəfər də özünü günahkar bilmir. Yəni, bir qayda hər kəs üçün təbii ki, işlək olmalıdır və buradan da belə bir qənaətə gəlmək olar ki, Təhsil Nazirliyi, təhsil sistemimiz ümumiyyətlə istəsə, deməli, bir günə əgər bu məsələni çözə bildilərsə jurnalistlərin sayəsində, digər problemlər də var. Yəni, biz onu ictimailəşdirsək də, etməsək də, bütün hallarda özünüz də bilirsiniz. Sadəcə, burada nədir? O kabinetlərdən çıxıb məktəblərdə şagirdlərlə görüş keçirmək, şagirdlərlə danışmaq. Bir də bir məqamı deyim, indi gözdən pərdə asmaq üçün eləyib. Nə üçün eləyib bilmirəm, amma həmin bu Lamiyə müəllimə deməli, məktəbdə son vaxtlar vətənpərvərlik, şəhid, qazi mövzularında bir sıra tədbirlər keçirilib o məktəbdə. İndi bunun özü də yenə də deyirəm, hər halda nə niyyətlə eləyibsə də, amma təqdirə layiq bir haldır ki, yəni heç olmasa bu şeylər baş verib. Ancaq bir daha qeyd edirəm, təkcə bu şəxsin vəzifəsindən azad edilməsi ilə bu məsələlər həllini tapan deyil. Məncə, başlamaq lazımdır elə nazirliyin özündən, yavaş-yavaş ta üzü məktəblərə doğru. Onda ən azından daha fundamental şəkildə bu problemlər öz həllini tapa bilər.